Həmçinin hikmətlərdən də həmişə bu ibadətə fərzə qalmış cəmaatın başı qarışır. Hazırlıq görürlər. Ramazan ayı gəldiyinə görə bəziləri deyir, deyən bu işimi qutarım, biri deyir, gedim gəlin filan yerə, gedim onu görüm, bunu görüm, hazırlayım, hazırlaşım Ramazana. Ona görə bəziləri qəflətdə olurlar ibadətdən. O vaxtı Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, hələ o vaxtlarda ki, cəmaat çoxsu qəflətdə olur, o vaxtı ibadət əfsəldir. Ona görə elə hədisdə də Allah Rasulü buyurur ki, Rəcəblə Ramazanın ortasında. Ona görə hikmətlərdəndir. Necə ki, məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub, ən əfsəl, fərz namazından sonra ən əfsəl namaz gecə namazıdır. Ne üçün? Çünki cəmaat çoxsu qəflətdə olur. O vaxtı ibadət daha fəzilətlidir. Aydındır və təbii ki, orada başqa hikmətlər var, Allah düzün bilir. Bəli. Deməli, şeyx, qardaşlar soruşur ki, yaxşı, indi biz bu Şaban ayı artıq girib, yəni oruclarımızı tutacaq. Yəni, say nə qədər tutaq? 10 gün tutaq, 20 gün tutaq. Bir də deyirlər ki, məsələn, 6-cı günə düşərsə, bu qadağa var. 6-cı günü tutaq, yoxsa 6-cı günü ötürək. Bu barədə alimlərimiz nə deyir? Allah bilir, gün, yəni, təyin olunmayıb da neçə gün tutqinə. Neçə gün tuta bilərsən tutqinə. Kim istəyir, 1-ci, 4-cü gün tutsun, 13, 14, 15-i tutsun, onunla kifayətlənsin. Kim istəyir, əlavə tutsun. Əsas odur ki, Ramazana qalmış 2-3 gün. Ondan mən bu gündən başlayıb 20 gün daha tuta bilər. Tuta bilər. Bəli, tuta bilər. Kim istəsə belə eləyə bilər. Bu bir. İkinci, əgər cümə gününə, 6-cı gününə düşsə və ya bazar gününə düşsə, bu məsələdə o gün oruç tutmaq olar, nafilə orucu yoxsa yox. Təbii ki, o fərzə aid deyil. Necə ki, məsələn, tutaq ki, haram olan vaxtlar var namaza. Namaza. Məsələn, tutaq ki, məğribə yaxın. Sən də əsri gecikmirsən. Gəlmirsən o haram qadağan vaxtı. Əsri qıla bilərsən. Çünki haram vaxtlar, məkruh, fərzə aidiyyəti yoxdur. Ona görə Ramazanda, məsələn, Ramazan ayında 5-də tuturuq, 6-da tuturuq, bazarda tuturuq, problem yoxdur. Lakin ixtilaf nədədir? Nafilələrdə. İxtilaf nafilələrdə 5-ci, 6-cı günlər xüsusən. Və burada ixtilaf nədədir? Bəzi alimlər deyirlər, tutmursan, o hədisi nəhi görə. Və bəzi alimlər deyirlər ki, yox, bu aiddir səbəbsiz yerə. Amma səbəb varsa, məsələn, sünnə təyin eləyib, ta ki 13-14-ü düşsə o günlərə və ya məsələn, Arafa və ya Aşura və ya Şaban ayı səbəbdir, sünnədə gəlib tutmaq olar inşallah. Səhi budur ki, inşallah tutmaq olar. Tutmaq olar, problem yoxdur, Allah bilir. Allah sizdən razı olsun.